Rusiyanın Yekaterinburg şəhərində hüquq mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq. Report xəbər verir ki, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün işlər aparılır. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburg şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı qətlə yetirilib, bir neçə nəfər isə saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburg şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburgdakı hadisəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, kəskin etiraz bildirilib.